Salam hər kəsə. Bugün enambrov və zenambrov fərqinə baxacağıq. Bu 9-cu sinifdir, yəni 9 illik topludur. Oradan götürmüşəm. Uşaqlar, deməli, bəzi uşaqlarımız var ki, enambrov və zenambrovu a little, few və a few-yə bənzədir. Bunlara bənzədə bilərsiniz. Amma bilin ki, little mənfi məna, a little isə müsbət məna bildirir. Few mənfi məna, a few isə müsbət məna bildirir. Biz bunları bilirik. Amma zenambrovda və enambrovda bu belə deyil. Bunlarda tamamilə vəziyyət fərqlidir. Baxın, necə yəni? Enambrov üstə gəlinsin, cəm isim, plus üstə gəlinsin, cəm xəbər. Amma zenambrov plus cəm isim, üstə gəlinsin, tək xəbər. Bu niyə belədir? Enambrovu görsəz bilin ki, çoxluğu bildirir. Zenambrov isə cəm ismi və tək xəbər ifadə edir. Bunlarda fərqli, yəni bu düsturdur. Bu düsturu bilməyiniz sizə şərtdir. Yəni bunu biz çıxartmamışıq axı. İngilislər indi qaydanı çıxaranlar elə çıxarıbdır və bizə də sizə bunları öyrətmək qalıbdır. Xahiş edirik, bunlarda diqqətli olun. İndi gəlin testimizə baxaq. Testləyək buranı. Gəlin testdə buna baxaq. Necə olan şeydir bu? Testdə deyir, düzgün cümləni seçin. Cümlələri seçin. The number of the scientists taking part in the conference were 50. The number of plus cəm isim, xəbər tək. Amma burada cəm isimdir bizim. Amma burada xəbərimiz cəmdədir. Bir getdi. A number of scientists have been awarded recently. Cəm, xəbər, cəmdə. Doğrudur. A few branches, few və a few qayıtdı. A few branches of the tree were broken by the wind. Different ways. Bəli, bu doğrudur uşaqlar. Çünki a few müsbət məna bildirir və özündən sonra sayılan cəm isimlər qəbul edir. Different ways of learning English is tough all over the world. Different ways-dən söhbət gedir və burada da izi var. Olan şeymi? Müxtəlif yollar deməkdir cəmdədir. Amma burada xəbər təkli işlədilibdir. Deməli 4-də səhvdir. Qalır 2, 3, A variantı. Belə testlərdə diqqətli olmağınızı istəyirəm. Bunlar çoxlu imtahanlara düşür və siz burada çaşqınlıq yaratmamaq istəyirsinizsə özünüzə mütləq